Xanım yoxdur, bu necə ala bilər? Yəni biz olduğumuz yerdə tərbiyəsi ilə həyatını yaşayan bir xanımdır. Bu necə ala bilər? Amma olur. Valla olur, elə də almaq olur. Aa, yəni Bəli. onlar onun getdiyi məclislərə siz getmirsiniz. Yəni o barədə özünüzü o gətirmirlər elə müğənniləri. hə, siz daha üstün məclislərdə olursunuz o baxımdan. Üstünlükdən getmir söhbət. İnsanlıq olan yerdə oluram mən. İnsanlar, necə deyim, insana dəyər verirləri şərəfli insanların yanında oluram mən. Ona görə ola bilər ki, indi həyatda da belə düşünüb ki, Zahidə xanım, yox, ola bilməz. Əvvəla mənim oldu, olmadı, ondan sizə nə dəxli? Mən söhbət ondan gelmir, maşından başqa bir maşın da almışam. Demək kimsə alsa kiməsə maşın, onda olur nəsə. Əziyyət çəkib illərini verib, yaxşı eləyir, oturur ən gözəl maşınla. Ala bilməz onu. Niyə almır ki? Yox, mən demişəm ki, özüm elə söz işlətməmişəm. işlətməmişəm. Sən olmamışdın Mən Zahidə toyum yoxdur, xanım. mən kasıbam. Nə olub kasıba, nə olar ki kasıb olanda? Mən belə bir söz işlətmişəm ki, kasıba da canım qurbandır. Belə bir söz işlətmişdim. Amma mən o sözü işlətməmişdim ki, mən kimsə qapısına çörəyə getmişəm. Gözümü açanda necə yaşamışıqsa, indi də demirəm milyonçuyam. Mən əstəğfurullah, biznesmen deyiləm ki, müğənni insanam. Anlamıram da qətiyyən. Durduq yerdə niyə görə Ülvi xanım sizə sataşsın? Yəni Zahidə sakitdir də, indi cavab verməz. Özü sakit, heç kimdən işi yox. Və yaxud da Zahidənin axı gözəl mahnıları var. Zahidə indi Allah Taala indi ola bilər kimsə məni bəyənməsin, özü bilər, bəyənənlər də var. Aha. Söz atırlar ki, gündəmdə olsunlar. Ayıb deyə o gündəmdə olmaq. Gör nə qədər siz orada sizə negativ sözlər yazıblar. Lazımdır sizə, yox. Ya şurada o xanıma ultimatumuzu bax, buradan elə göndərək canlı ki. İnansız tamaşaçılar, mən oxudum onları. Neçə gün mən oturub ağladım, kövrəldim ki, mən bu insanlar nə qədər, yəni ki, mən sevgi qazanmışam ki, yəni sizin qarşınızda mən doğrudan da baş əyirəm. Yaxşı ki, varımsınız, valla. Onda gördüm ki, mən nə qədər sevildiyimi mən onu hiss elədim. Mən oğulla dedi ki, ana deyib, nə ağlayırsan? Deyirəm ki, hər insanın əsl deyil də bu sevgi. Deməli, insanlar yaxşı sizdən seçir hər zaman. Mən yenə cavab vermədim, başqa? O gör nə qədər Verişlərdə mənzən gələdilər, Zahidə xanım, sən belə söz atır, belə deyib. Deyim, mən heç eləmirəm. Qurbağa olduğunu görür, özü cavabını verəcək. Mən nə deyim? Sizin kimi gözəl, kövrə, görün, adi bir söz. Kövrəldir, yəni doğrudan incidir, insanın qəlbinə dəyər. Gör, nə dərəcədə təmiz olasın. Zahidə Günəşi əsəbləşdiriblər, hissləndiriblər. Zahidə xanım mən indi tanımıram da, illərdir tanıyıram. Gözəl xanım, yaxşı xanım, gözəl insan, gözəl ana, gözəl bacı. Deyərdim ki, elə nəslinin, kökünün yanında duran bir xanımdır. Zahidə xanım, sizin ehqabınızı geyinsələr də bu danışanlar sizi kimi yeriyə bilməzlər. Sadəcə sizin belə çəkmələrinizi, tuflilərinizi, başmaqlarınızı geyinərlər, amma sizi kimi yeriyə bilməzlər. Narahat olmayın hər danışana, hər deyənə fikir verməyin. Bəli, sizdə olan para heç kimdə yoxdur, qoy deyim. Onlar o paraları biz bilirik hardan qazanıb. Amma sən o paraları zəhmətinlə qazanmışdın, halallıqla. Bəli, doğrudan da elədir, sənin o mənzilin saat 5 nədir? Mən deyirəm 15-20 maşın ala bilərsiniz, araba ala bilərsiniz. Elə arada bəzilərinə, belə yersiz danışanlara, belə sənəti olmayanlara, mənəviyyəti olmayanlara, insanlığı olmayanlara, özünə mən deyənlərə cavab ver, yerində 30-dur. Zahidə Günəş, bunlar sənin başmağını geyinə bilərlər, amma sənin kimi ömründə yeriyə bilməzlər.